dükkan azada gedirəm, bir də görüm cərimə gəlir. Bezmişəm da bu cərimələri deməkdən. Yol qılavuzda 20-20. Salam qaqa, nətərsən? Oğlum, işim var, danışarıq ola. Hə, gəlib apardı iti. Yox, mən işləyəm, nə elə? Yazmamsan heç ona? Yox. Yaz da ana? Danışarıq. Hə, yaxşı. Nə qədər xəşdəmsə, nə bilim, azı xəşdəyirəm da elə. Cərimə niyə gəl? Azı işte, Quran haqqı gedib yolun qırağında saxlayıram, tutaq ki, düşürəm oraya gedirəm, fantadan, koladan alıram, bir də görəm ki, 20 manat cərimə gəldi. Bezmişəm az, möhkəm səsəm deyək, möhkəm səsəm oraya gəlir, 20 manat cərimə gəlir. Qoy görüm cərimənin adı nədir? Ayın başlayır, ayın. Eqi deyil, eqi sürətindən keçəndə olur, ayın cərimələri. O girim sımısı radara. Bax, mən sizin başı salacam, baxın. Deməli, nə qədər cərimə gəlir? 20 manat bir gəlir, 10 manat bir gəlir, 20 manat da bir gəlir. O bir 20 manata baxım, şəkil və ya videoda bax yazır. Deyə, bax, bu nədir? Deyə, ay cəmaat, bax, burada düşmüşəm. Bax, bu nədir? Deyə, ha. Bax, bu nədir? Bax, burada düşmüşəm. Nədir bu? Yolun qırağı deyil. Və mən maşını hara verim az? Mən maşını hara verim? Parkingdir. Hə da mən yolun qırağında saxlayım, bir gün mənə cərimə gəlir. Hatta bezmişəm ya Allah'ın olsun bu cərimələri deməkdən. Bu. Parkingdə saxladım. Bu yay baş parkingin düz qabağına verirəm dana. Parkingin düz qabağına verirəm də. Və qabağına ver, parkingin qabağında saxlayıram. Harda? Alo. Alo. Bəli. Nətərsən baboş? Sağ ol, sən nətərsən? Sağ ol, yaxşı olasan. Buyur. Bizim bir restoran var idi. Onu reklam eləmək lazım idi Bakıda. Nə restoranıdır? Ailəvi restorandır. Mənim ailəm yoxdur, xarqaqa. Nə ilə gəlin bə reklam eləyim bə ailəvi restoranda? Mən Bakıdayam elə. Hardasa 10 neçə gündür Bakıdayam. Nə bilim, tez qaydaşam ta. Dişimi düzəltdirirəm. Niyə əlaqə saxlayır? Kita danış da. Behmat, mən indidən bilim. Sabah zəif olsa bir də götürməyəcəm, hə. Nətər kart atılsa, işte mənə bir soruşsan ki, neçəyə gəlirsən? Yer gedək burada, sən reklam elətdirsən, acından mənlə 5 metr gün orta yuxulandırırsan, görə reklama zəif olur kişinin oğlu. Çıxır, heç bir qiymətli zadı soruşmur, karta, daş başına. Sən ki mənə gəlirsən? Mən oxumuş ali təhsilli insanam. Küt başına. Soruşur, gəl, kim ha reklam elətdirir? Dembelen göz. Şey var da koydum, kuruşu kalma ya. Gelme reklam edettir kişinin oğlu. Hiçbir soruş bile hiç aldın kartına. Bəli. Salam. Lap yaxşı xanım.
Şuşa kızıyam. Hara kızısan? Şuşa. Mən də Bərdəli balasıyam. Sağ ol. Sen çok seviyorum. Ben evliyim. Benim uşağımdadım var. Yani prosto sizin danışınızı, sizin hareketinizi çok seviyorum. Beynibazsınız, reyatsızsınız, el açıksınız. Allah sana hamur bir kız geçsin. Göze görünmez. Sizin WhatsApp'ınız yoktu. Var. Bu nömrede de WhatsApp'ınız. Hə. Yanıdan kontakta. Sizinle dost olmak istiyorum. Ola. Ay bacı, get qadınla dost ol. Mən qadın deyiləm, amma mənlə nəsə danışarsan ki, dostluq eləyək. Mən pomada vurmuram ki, duraq pomadadan danışaq. Tavanla vurmuram ki, duraq tavanlıdan danışaq. Xalat geymirəm ki, duraq, nədən danışacağıq? Qeybət qırmağı deyirsənsə, heç o qırarıq. Amma o baxım gün kimi ki, heç nə, qeybətdən zəng eləyərsən, qırarıq qeybət. Yaxşı qadın. Sağ ol. Sağ ol. Az ölüm qeybətdən ötürü, qeybət qıracam biraz. Qeybət qıranda canım rahat deyir. Bəli. Alo. Bəli. Salam aleyküm. Hoş geldin. Sağ ol. Çayla, konfetlə çay içirəm. İçində də lomo. Yaxşı edişlənmiş oldu. Ay babacıqda şeydə baxdım. Tamam. Sən deyirsən ki, harada gedirəm parkində 20 manat cərimə olursan. Proqramı yükləməlisən. Yükləmişəm da proqram deyil, az parking. Tuturam belə ora, orada 40 kodu var. Tuturam ora, göz salam. Yüklənmir. Çıxıb gəlirəm. Parkingi yükləmişəm də qadına. Şeyin qabağında, yolda şalban qoyublar. Şalbanın üstündə orada parking yazılıb, orada da nömrələr yazılıb, orada da yazılıb 40 kodu. 40 koduna belə tutub gedirəm da maşınımı saxlayıb. Yenə də gəlir cərimə. Deməli, düz eləmirsən də, orada ekranda birinci düz o parkingin özünün kodu var. 6 rəqəmli, onu basmalısan sən. Az neyirəm, 6 rəqəmli kodu basıb. Orada 40 kodu var. 40 koduna belə tuturam və salam qırır və salam da keçib gedirəm. 40 kodunu vurmaqla deyil və deməli düz vurmursan ki, sən gəlir, onu başına almaq istəyəcəm. Düz vursan o gəlmədə o. Nəsə bilmirəm, bezmişəm da. Harada saxlayıram cərimə gəlir. Harada saxlayıram cərimə gəlir. Bezmişəm da həyatımdan. Bu nə da az. Mən gəlmişəm bura ki, biraz keyfim açılsın. Cərimələr üst-üstə yığılır, gəlir. Keçən dəfə Bakıya gəldim, 500 manat cərimə ödədim. Boy. Bezmişəm az da Allah'ın olsun. Cərimələrindən. Sən niyə adı boy verdin? Sağa demirdim, heç əsəbləşməmişəm. Bu öz qorxusundan boy verdim ha. Yolun ortasında qarnını tutur. Tuvalete gitmeyirsən, tuvalet tapırsan. Amma Bərdidə elə deyil. Yolun ortasında tutdu, putkalar var, ağacın dibi var. Yaşamağa Bərdə yaxşıdır, gəzməyə də Bakı. Rusiyadan zəng gəlir, Rusiya nömrələrini aşmıram, havaya zəng eləməyim. Söyürsünüz. Çünki niyə söyürsünüz? Rusiyada olduğunuz üçün. Saniyə ilə hörtüldəcək, qaynarda ona görə.